Salam dəyərli müştərilər, hər vaxtınız xeyirli olsun. Əlimdə olan bu ətir Mansera brendindən Cedra Boys ətridir. Bu ətir Gridaventus'un klonu adlandırırlar. Üst notunda bergamotla limonun olması bənzəri yaradır. Amma yenə deyirəm, bu ətirin istifadə etməyənlər deyirlər 90%, 95% bənzir. Bu ətirin üst notunda düzdür, limon, bergamot var, amma üst notunda alma notu var. O alma notu açıq aşkardır. Yalnız bir ətir var. Onu inşallah ki təqdimat edəcəm. Deyərdim ki, notlarına baxdım. Birəbir Gridaventus'un notlarını kopyalayıb. Birəbir. Və uğurlu olub. İnşallah ki təqdimat edəcəm onu. Mansera Cedra Boys'a qalan isə ətin asılan parfümü Pierre Montali'dir. Pierre Montali həm Mansera həm də Montali brendinin qurucusudur. Kifayət qədər məlumat vermişəm. 13 notdan hazırlayıb. Yay, yaz, payız fəsilləri üçün çox ideal bir ətirdir. Bizdə hal-hazırda 120 millisi saytımızda 250 manatdır. Əlavə olaraq qeyd edim ki, sintetik məhsullardan hazırlanmışlar, aklas və s. Bunlar heç sitrus mövzusu gələndə artıq bənzəmək zat, yəni bunu unudun. Yəni deyirəm, bir şey ki, bu ətirin kopyasını hazırlanmaq üçün təbiidən hazırlayırlar belə, bənzəmir. Qaldı ki, yağdan.